Dövrü dönmüş, dövr dövran etmedi kamımca ah. Düşmənimdir, bilməzəm kim netmişəm, dövranə mən. 150 il əvvəl dünyayı göz açan, ustadlar ustadı Füzuli şeirindən dövrünə körpü salan Xurşudbanu Natəvan incə nəğməkarımızdır. Şairiyyə ilk layla çalmış qədim Şuşa şəhəri. Əsr sənət daşqaya yaddaşında da, qala divarlarında da silinməz olur. Bu torpaqda qalaları möhkəm, qüllələri uca eləyəndə söz qədimliyidir. Sükutun səsində bir şair qəlbinin harayı var. Bu səsi yaddaşına hopdurub yaşadır zaman. Tərki gülzar etmişəm bülbül kimi mən ey rəqib. Aqibət bir güşə içrə gəlmişəm, əfqanə mən. Eşq rüxsarında birdəm vəsli ilə şad olmadım. Hər tərəf seyr eylədim, düşdüm əcəb, hicranə mən. Dövrünün savadlı və mədəni qadınlarından biri olan Natəvanın incə nəğmələri, həzin qəzəlləri, eləcə də əlvan naxışlı, zərif butalı tikmələri, rəsmləri bu evdə, bu otaqlarda yaranıb. Şairənin odlu şeirləri kimi ecazkar əl işləri də nəinki Qarabağda, Azərbaycanda, bütün şərq ölkələrində böyük şöhrət qazanmışdı. Bu qiymətli sərvətin, Natəvan istedadının, Natəvan qüdrətinin böyüklüyündən xəbər verən əvəzsiz sənət nümunələrinin bizə gəlib çatanları şairənin Şuşadakı ev muzeyində, Respublikamızın dövlət muzeylərində məhəbbətlə qorunub saxlanılır. Bir də məşhur fransız yazıcısı Aleksandr Dumanın Natəvana bağışladığı şahmatın fil sümüyündən olan fiqurları. Duma keçən əsrin ortalarında Qafqaza səyahət edərkən Azərbaycan şairəsi ilə tanış olub, onun yaradıcılıq istedadına heyran qalmışdı. Qarabağın axırıncı hakimi Mehdiqulu xanın qızı Xurşudbanu, saadəti, xoşbəxtliyi saray firavanlığında yox, qəlbinin səsində aradı. Zəmanəsinin, mühitinin gərəksiz, mənasız yasaqlarına qarşı üsyan qaldırdı. Sevən, duyan könlünü, çırpınan, alışan ürəyini şeirə, nəğməyə, rəsmə çevirmək üçün. Respublika əlyazmaları fondunda saxlanılan Gül Dəftəri adlı bu albom isə Natəvanın rəssamlığını yaşadan ən yaxşı sənətdir. Ey gülü sulsən, səni bir Natəvan çəkmiş məyər? Bir əhli âli məqamə bəndivan çəkmiş məyər? Böyle tarik rəng ilə girmiş o qəsrə bilməyib, sillələr rüxsarına ol bağıbən çəkmiş məyər? Rəngi buyindən müzəyyəndir büsati bəzmi gül, xamə-i nəqqaş-ı qüdrət gülsütan çəkmiş məyər? Bu qədər lütfü nəzakət kimsənin hüsnündədir, lütfü təb ilə səni ol Natəvan çəkmiş məyər? İctimai həyatın, zalım dövranın çox sirrinə bağlı pəncərəsi dərələrə, dağlara, zümrüd meşələrə, qızıl günəşə açıq idi. Ən çətin anlarında, ovqatının yaralı məqamlarında, ürəyinin qüssəli, niskilli çağlarında üzünü ana təbiyyətin müqəddəsliyinə, paklığına tutardı. Tənim rəncur, dil xəstə, dəxi bir qəm küsarım yox. Kimə şərh eyliyim dərdim, gedər tabu tavan ağlar. Bu divanı qəzavətdir, müqəddər ruzi əzəldən, ki hər dəm növbənöv qəmlər yetər, bu Natəvan ağlar. Şairə el dərdinə yanırdı,
el üçün ağlayırdı. Xalqın, vətənin qeyrətini çəkirdi. Bu bağdakı ağacların çoxunu Natəvan öz əlləri ilə əkib. Bu bağın yarpaqları, gülləri, çiçəkləri şairənin könül çırpıntılarını pıçıldayır bəlkə. Əgərçi xoşdur mənə ətri həm səfası gülün, cəfası çoxdur, nə hasil ki, yox vəfası gülün. Cəfayı xarı görüb, köçdü bağıdan bülbül, görən kim oldu bu gülüşəndə aşinası gülün? Tutardı xuni cigərdən, olaydı gəri sirab, günəş tək hər tərəfi, Natəvan, ziyası gülün. Su dirilikdir, aydınlıqdır söylərdi babalarımız. Təbiət də, insan da susuzluqdan qan ağlar. Gözəl Şuşa sudan korluq çəkəndə Natəvan uçurumlu dağlardan şəhərə su kəməri çəkdirdi. 100 ildən çoxdur ki, Xan qızı bulağının çeşmələri Şuşalıların və onun qonaqlarının ürəyini sərinlədir. Natəvan bulağının suyu şairənin poeziya çeşməsi kimi safdır, durudur. Vaxtilə Qarabağın, bütün Azərbaycanın görkəmli şairləri, ziyalıları onun şeir çeşməsindən bir ovuc içmək üçün Natəvanın təşkil etdiyi Məclis-i Üns ədəbi məclisinə tələsirdilər. Bugün minlərlə sənətsevərin şairənin səhnə obrazını görməyə tələsdikləri kimi. Xalq yazıcısı İlyas Əfəndiyevin Məşədi Əzizbəyev adına Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulan Xurşudbanu Natəvan dramı şairəyə xalq məhəbbətinin yeni ifadəsinə çevrildi. Bu xalq məhəbbəti illər keçdikcə daha da çoxalır. Bu məhəbbət şairənin yeni kitablarına, abidələrinə çevrilir. Küçələrin, bağların, mədəniyyət ocaqlarının ünvanına dönür Natəvan adı. Dərdi hicrində gözüm yaşı tutub dünyanı, Nuhu tufanı kimi gör ki nə tufan etdim. Yoxdur bir kimsə məyər dərdimi bilsin yarəm, Ki mən öz qanım ilə dərdimə dərman etdim. Natəvan, etmədi ol səngidilə nalə məsər, Gecə gündüz nə qədər naləvü əfqan etdim. Günəş öz yerində eləcə yanır, Yağış o aramla eləcə yağır, Göy qurşağının əlvan rəngləri də elə həmişəki gözəlliyindədir. Natəvanın biraz qəmli, biraz yanğılı, ürəkləri odlayan şeirləri kimi. Bir Natəvan ulduzu var bizim şeir kəhkəşanımızda, Daim yanan, daim nur saçan insan qəlbinə.